Zülfiyə, salamlayıram səni. Salam. Növbəti podkastımız başlayır. Aramızda davam eləyir. Bu gün mövzumuz nədir? Şükrü yanlış anlamışıq. Bəli, yanlış anlamışıq. Şükür ətrafında olacaq söhbətimiz. Şükür deyəndə siz onun altında yatan hansı mənanı daha çox üstün tutursunuz? Qəşəng sualdır. Gəlin birinci o şükür məsələsinin tam mahiyyətini dərk edək. Əslində bizim yaradılışımız müasir dünya hal-hazırda 2026-cı ili yaşayır. 2026-cı ilə qədər gəlib var olmağımızın təməlində düşünürəm ki, elə şükranlıq duyğusunun insanların ürəyində, qəlbində daşınmasıdır. Yəni şükranlıq, nemətə şükür etmək, varlıqdan zövq almaq, yaradılışdan, Allahın verdiyi nemətlərdən zövq almaq. Bunun özü bizi neyinir? Ümidləndirir və ümid varsa növbəti sabahları daha inamlı açmağa, yeni addımlara, yeni hədəflərə stimul verir. Ancaq bilirsən, mən bu illər ərzində yaşayırıq da, hər günümüz bir təcrübədir. İllər ərzində gördüyüm ən vacib bir nüans ondan ibarətdir ki, əslində dində eyni şeyi deyir bizə, dinlərdə, dini təriqətlərdə. Sonra müasir dövrdə dəbə düşən, sürətlə hətta pandemiya dövründə yayılan şüuraltı təlimlər olsun. Fəlsəfə, psixologiya. Bəli, fəlsəfə, psixoloji konsepsiyalar, yanaşmalar, fərqli nəzəriyyələr, hansı ki biz onları mütəxəssislərin adları ilə qeyd edirik. Əslində hamısının mahiyyəti eynidir. Bəli. Yəni belə deyək, din də onu deyir, elm də onu deyir. İnsanlar da uzun məsafələr qət edir, gəlir elə burada dayanır. Sadəcə fərqli adlar altında onu adlandırırıq. Məsələn necə? Afirmasiyalar. Məsəl üçün, afirmasiyalar, təlqinlər, özümü əzizləmələr, o dövrdə əzizləmələr var idi. Yəni, bütün bunlar əslində mahiyyət etibarıyla nəyi bildirir? Şükranlığı, yəni özünlə barışıq olmağı, Allahın verdiyi nemətlərə şükür etməyi. Bəs sən necə düşünürsən? Şükranlıq bir insan üçün vacib təməl prinsipdirmi? Olsa da olar, yoxsa olmasa da olar? Mənə görə, əslində, mənim fikrimi öyrənirsinizsə, mənə görə insanların bəzən şükrü anlaması da yanlışdır. Bu, düşünürəm ki, cəmiyyətin bizə təlqin elədiyi bir çox xüsusiyyətlərdən irəli gəlir. Məsələn, əlindəki olana şükür et. Əslində, bir çox insanlar, bax bu şükür, yəni başa düşmədikləri, dərk etmədikləri şükrə qapanaraq, daha çox o özlərində olan hansısa bir potensialımı, bacarığımı bu pərdə altında gizlətməyi bacarırlar. Məsələn, bəzən də özlərini gözü tox kimi belə aparırlar ki, biz gözü toxuq. Əslində, mən belə başa düşürəm ki, siz özünüz də məsələn oxuduqca, araşdırdıqca, biz müxtəlif fəlsəfə hətta təlimlərdə belə görürük ki, hər bir fəlsəfənin, elmin, ümumiyyətlə təkamülün özü belə, burada əgər şükür deyirsə, mütləq ki, burada bir məna kəsb edir, məna axtarır. Məsələn, araşdırmalar zamanı mənim üçün çox maraqlı oldu. Stoiklərin fəlsəfəsindən, hətta sizə də o gün qeyd etdim ki, bir kitab oxuyuram. Həqiqətən elə bir mövzu üstünə tam çəkir adı. Və orada xüsusilə məsələn stoiklərin burada şükür fəlsəfəsini necə anlamaları, başa düşmələri barədə məlumat verir. Və biz bilirik ki, dahi Roma imperatoru belə Aurelius özü stoik fəlsəfəsinin ən gözəl nümunələrindən biri olur. Və onun özünün gündəlik yazdığı bir kitabçası olur ki, o heç kəsə göstərmir. Sadəcə hər bir hökmdarın o dövrdə belə bir kitabı var idi ki, özlərinin düşüncələrini, bəli, hətta onu düşüncə dəftəri belə adlandırırdılar. Orada məsələn qeyd edirdi ki, insanlar həqiqətən də əgər bugünkü gündə mövcud olanı, var olanı yoxluğun içində görməyi bacarmırlarsa, deməli ki, onlar həqiqi şükran tərəfdarı deyillər. Həqiqi şükür etməyi bacarmırlar. Hətta onlar üçün müharibəyə getmək belə, yəni biz tarixçiyi bilirik ki, hər hökmdar müharibəyə getməzdən öncə bütün o müharibə səhnəsi olsun, xəyanət, sürgün, onların hamısının ssenar kimi gözlərinin qarşısında bir illüziya formasında keçir. Yaşayırlar. Bəli. Və onlar daha sonra o hissədən ayrılıb real həyata qaydanda dərk edirlər ki, onlar bu dəqiqə, bu saniyə mövcuddurlar və varlar. Və döyüşə də aparmağı onların içində daxili bir minnətdarlıq gücü var. Bax, stoiklər üçün şükür budur.
Yəni şükür onlar üçün hər şeyin yaxşı olması deyil. Eynən. Şükür çətinlikdə belə yaxşını tapmaqdır, qaranlığın içində belə işığı axtarmaqdır. Bir qəşəng film var, Tanrı ilə söhbət. Və Morgan Freeman həmin filmdə o obrazı canlandırır və auditoriyadan bir sual verirlər ona. Deyir ki, Tanrıya sualınız olsaydı, yəni Tanrının bizə sualı olsaydı, nə cavab verərdi? Və orada çox qəşəng dayanır. Deyir, siz hepiniz beni yanlış anladınız. Yəni siz hamınız məni yanlış anladınız. Hətta onun kitabı da var, 2 hissəli. Eynən. Yəni bəli, şükranlığı zaten təbiətimizdə, fitrətimizə elə yer etməliyik ki, hər şeyə, nemətə çox şükran dolu olmaq vacib məsələdir. Bəs yaxşı, niyə vacibdir? İnsanın təməli, sütunu, ümumiyyətlə gövdəsi şükranlıqla formalaşa bilir. Bunu dəfələrlə biz fərqli-fərqli aspektlərdən görə bilərik. Məsələn, götürək 2 dənə bitki əkirik, birini əzizləyirik, xoş sözlər deyirik. Şükür yaradılışı var. Şükür torpağın belə necə deyim, canlılığına, su verirsən, yarpaqlara baxırsan, onu əzizləyirsən, şükranlıq, minnətdarlıq, xoş enerji ilə yanaşırsan. Digərinə isə acı, eyni zamanda insana xidmət etməyən aşağı frekanslı sözlərdən istifadə edirsən. Və təbii ki, aylar keçdikcə bunu istənilən insan tətbiq edə bilər. Heç ay olmasın, həftələr ərzində. Biz görəcəyik ki, nemətə şükran dolu olduğumuz təqdirdə bizim yaratdığımız, qurduğumuz, necə deyim, formalaşdırdığımız hər bir şey bəhrə verir, bollanır, artır, böyüyür. Amma əksinə ona naşükür mövqeyindən yanaşanda, inkarcı mövqeyindən yanaşanda o da sənə bunu təbii ki, daddırır. Eynən. Yəni şükür hər bir şeyin təməlidir. Mən bugünkü gündə mövzumuzun başlığına uyğun nəyi demək istəyərdim? Əslində hamımız hər şeyin fərqindəyik. İnsan övladı elə bir varlıqdır ki, o əslində ana bətnində çox şeyləri öyrənib hazır şəkildə dünyaya gəlir. Və bilir ki, bilir. Amma məsələ odur ki, o dünyanın, həyatın qaçaqovunda o qədər alınmayan məsələlərə ilişib qalır ki, reallığı dərk eləyə bilmir və əlində olanların nemətin necə yüksək bir ona dəyər qatdığının fərqində olmur. Deməli, mən sizə bir mentilərimdən biri ilə bağlı məlumat vermək istəyərdim. Deməli, Zülfiyə sənə. Bir mentim var idi. O konsultasiyaya qatılmışdı və konsultasiyada əslində çox zəngin xanım idi. İmkanı, yaşam standartları, ailə durumu, yəni münasibətləri, hər şey qaydasında, amma bu xanım anhedoniya yaşayır. Yəni həyatdan zövq ala bilmir. Bəs yaxşı, ona belə bir tapşırıq verdim. Dedim, konsultasiyadan sonra sizdən kiçicik bir xahişim var, ricam var. Gün ərzində, yəni bir list, bir siyahı götürürsən, o siyahıya ancaq əlində olanları qeyd edirsən. Hər bir şeyi maddə-maddə yazırsan. Hətta o maddənin içərisində bu gün sağlam şəkildə durub nəfəs alıb verişini belə qeyd elə. Ən primitiv hesab elədiklərindən üzü yuxarı yazarsan zəhmət olmasa. Düşünək ki, bir A4 vərəqi götürsün, yəni o yüz bu yüz. Bəli, yazdım. Bir gördüm zəng eləyib sabahsı gün mənə deyir, Qumru xanım, mən sizi o qədər çox sevirəm ki, və baxıb gördüm ki, mənim artıq nəyəsə ehtiyacım yoxdur. Bu dəftər və burada qeyd elədikləri, bu vərəqdə qeyd elədikləri mənə hər şeyi bəyan elədi ki, əslində mənim etdiyim sadəcə təbiətə, yaradılışa, Allaha bir növ kobud da səslənsə şıllaq atmaqdır. Yəni mən naşükür mövqeyindən həyatımı nə qədər qiymətləndirirəm. Bunu əminəm ki, bu sadə bir texnikadır. Əminəm ki, bizi dinləyən, istənilən, yəni yaş kateqoriyasında, istənilən həyat səviyyəsində, istənilən bir insan oturub bunu sadəcə tətbiq eləsə, sadə bir alətdir də, düzdür. İnanın ki, o suyu da, yəni stakanın dolu tərəfi, bir də boş tərəfi daha çox nəyə fokuslanacaq? Görəcək, əlimdəkilər nə qədər çoxdur, nə qədər artıb. Bilirsiniz nəyə görə? Dünyanın qaçaqovunda çox ilişirik. Bizdə olmayanlara hədsiz dərəcədə fokusumuzu veririk. Bütün enerjimizi. Xanım, eyni zamanda psixologiyada buna hedonik adaptasiya adlandırırlar. Eynən. Ki o özümüzdə olanın fərqinə varmı? Qaçırıq o çoxluq dalınca. Bəli. Davamlı o qədər ona fokuslanırıq ki, bütün həyatımızı zəhər eləyirik. Əlimizdə görmürük. Övladlarımız varmı? Var. Gözəl bir iqlimdə yaşayırıq.
9 iqlim tipi. Nəfəs almağı bacarırmı? Nəfəs almaq, bəli, bu nəfəs almağın şükranlığını bilirsən insan nə vaxt dərk eləyir? 2020-ci ildə biz dərk elədik. Nəfəs almağı bacarmayan insanın situasiyası, yəni bu bəllidir. Hətta belə bir film çəkmişdilər. O filmdə sadəcə hamı dolubdu auditoriyaya, insanlar biletlərini alıb üst-üstə hamıda yerdə, yəni və özü də İran filmidir. Çox yüksək qonorar aldı. Filmdə söhbət nədən gedirdi? Kadr başlayıbdı. Sadəcə bir dənə yox, yəni tavandır. Tavan rəsmidir. Ağ bir səhnədir. Və bu 8 dəqiqə ərzində sadəcə ağ tavan. İnsanlar narahat olmağa başladılar. Artıq auditoriyalardan səslər qalxmağa başlayırdı. Bu nə deyir? Film gəlmir, ekranda bu nə göstərişdir? Çoxsu elə bildi ki, bu hansısa bir texniki problemlərdir. Və orada məsələ artıq məlum idi. Sözlərlə yazılmışdı ki, bu ağır xəstəliyə tutulan insanın yatağında sadəcə tavanda gördüyü rəsmdir. Sizin 8 dəqiqə dözə bilmədiyinizi bu insan illərdir yaşayır. Şükranlığın ən gözəl nümunələrindən biridir və inanılmaz dərəcədə insanlar, baxın, orada heç bir kadr yox idi. Orada heç bir insanlar hönkürtü ilə ağlayırdılar. Bəli, bu elə belə bir şey deyil. Özümüzə baxaq görək ki, biz bu qədər nigaran, narazı, neqativ, hər şeydən ağrını sevirik, seçirik, ağrıya sahib acını bəsləyirik. Səbəbi nədir? Yəni nəyi mən bu qədər cılızlaşdırıram, ucuzlaşdırıram? Eləmək lazım deyil. Qumru xanım, eyni indi siz danışanda belə bir səhnə gəldi gözümün qabağında. Biraz müasir dövrdən sizi qopardacağam, aparacağam 2-ci Dünya müharibəsinə, nasist düşərgəsi. Təsvir eləyin ki, bilirsiniz ki, tarixdə orada bir qaz kameraları olub və insanlar orada sadəcə insanlıq məhv olub orada o qaz kameralarında. Və illər sonra məsələn o qaz kameralarından bir yetişdirdiyi bir psixiatr, loqoterapiyanın banisi olan Viktor Frankl kimi mütəxəssis yetişir və onun İnsanın Məna Axtarışı kitabı var. Hər kəsə, izləyicilərə məsləhət görürəm o kitabı oxusunlar. Mən hətta o kitabı oxuyanda çox fasilələr verdim. Çünki o qədər belə orada insanı həyatda doğrudan da hazırlayacaq elə bir sözlər yazılmışdı ki, insan onu oxuduqca həqiqətən də əl göydə qalır, bəli, və şükür eləməyə bacarırsan. Və orada Viktor Franklin gözü qarşısında insanlar həmin o qaz kameralarında məhv olur. O özü də belə ailəsini, azadlığını, hətta adını belə itirir. Lakin sağ qalmağı bacarır. Və orada hətta özü də kitabda yazır ki, sizcə mən necə oldu ki, sağ qalmağı bacardım? Sadəcə olduğum yerdə şükür edərəkmi? Sonra cavab yazır, açıqlama verir orada. Bəli, orada qeyd edir ki, əslində həqiqi şükür bu deyil. Mən o zaman deyir qaz düşərgəsində, qaz kamerasında olanda anladım ki, insan üçün həqiqi şükür məhz o vəziyyətdə öz daxili azadlığını və yaşamağa olan ümidini şükür etməyə bacarmasıdır. Yəni əslində bizim bildiyimiz o rahatlıqda edilən bir şükranlıq, minnətdarlıq heç də o şükür sayılmaz. Doğrudur. Çox qəşəng bir hissəyə gəldin. Bu bizim həyatda stakan, yəni fincanımızın dolu tərəfini görməyimizdir. Buna aydınlıq gətirdi. İndi podkastımızın digər hissəsində şükrü yanlış anlamışlıqdan danışaq. Əksəriyyət insanlar şükrü yanlış anlayır. Gərək ibadət əhlinə. İndi mən əslində elə də xoşlamıram. Yəni insanların dini inancları, dini belə deyim, həyat tərzi. Ancaq bilirsiniz, məsələ odur ki, məqsədimiz nədir? İnsanları bu nöqtədən digər nöqtəyə çatdırmaq. Məqsədimiz xüsusilə də xanımlardır. Düzdürmü? Xanımlarla çalışırıq. Xanımımız ibadət əhlidir. Çalışır, namazlarını qılır, qəza etmir. Ancaq mənə sual verir. Qumru xanım, mən niyə kasıbam? Niyə bu qədər uğursuzam? Niyə hər şey alt üstü? Axı mən Allahın sevimli bəndəsiyəm. Axı mən Allahın mömin bəndəsiyəm. İbadətlərim yerindədir. Hansısa bir öz dəyərlərimə, etik dəyərlərə, mental dəyərlərə heç bir xələl gətirmirəm. Tanrı ilə sanki müqavilə imzalayır. Mən niyə yaşaya bilmirəm? Aha. Və yaxud da götürək. Bir çox bəylərimiz var. Məsəl üçün ibadət, məscidlər, namazlar və yaxud da fərqli-fərqli yenə dinlər ola bilər. Amma baxırsan ki, necə baş verir ki, axı cahiliyyət daha yayğın olur. İnsanlar nəyi qaçırır? Şükrün doğru şəkildə ötürülməməsini. Əslində şükür bu demək deyil. Şükür nemətin varlığıdır, bunu bildik. Allaha şükranlığımızı bildiririk. Məsəl üçün mən dünən ta ki bir qab meyvəni gördüm. Artıq vaxtıdır və o meyvələr Allahın mənə necə deyim, aynasıdır da, yansımasıdır. Çox gözəl idilər hər birisinin rəngi.
Spesifikdir. Yəni Allah o qədər bolluq yaradıb ki, meyvədənmi deyim, təbiətdənmi deyim, yəni zənginlikdir. Mən baxıram, şükür edirəm. Ay, günümün nə möhtəşəm mükafatıdır. Buna mükafat gözü ilə baxıram, nemət. Ancaq ki, bir də var ki, sən əlində olanlar, qulaqların, gözlərin, ağzın, dilin hamısı verilibdir ki, funksiyasına uyğun sənin həyatıva qatqı məqsədi daşısın. Ancaq sən bunu sadəcə gözləmə rejimində saxlayırsan, heç bir hərəkət eləmirsən, getdikcə aqressivləşirsən, ətrafa qarşı bir belə hücum, həmləyə malik olursan, heç bir kəsi kişi hesab etmirsən, heç bir kəsi real qadın hesab etmirsən, davamlı kimlərəsə ləkə yaxırsan və yaxud da qəribə bir egoya sahib olursan ki, mən namaz qılıram, mənim sizlərdən güclü bir fərqim var. Siz kafirsiniz, mən məsəl üçün dindaram. Baxın, bu məsələ o qədər çox çıxır qarşımıza ki, yəni insanlar bilməlidirlər ki, hər birimiz bilməliyik ki, onsuz da ən gözəl elm Qurandır. Elmlərin şahıdır. İnsanlar gedir nəyisə araşdırır, hərəni fırlanır ki, Quranda sən demə var imiş bu. Və yaxud da fərqli mütəxəssislər, dünya mütəfəkkirləri. O cür də həqiqətən kitabları bizim İslam əsasında yazır, məsəl üçün Avropa, Amerika mütəxəssisləri. Bəli. Hətta Məhəmməd Əli demişdi ki, dünyada qazandığım ən böyük nemət Quranı kəşf etməyimdir. İslamı kəşf etməyimdir. Bunlarda yəni biz bilməliyik ki, cəmiyyətdə də belə formalaşıb ki, mütləq ibadət əhli şükürdən danışa bilər. Həyat başdan ayağa. Sadəcə terminlər fərqlidir. Kimisi şükür deyir, başqası afirmasiyalar deyir, o birisi olumlamalar deyir, təlqinlər deyir, şüuraltı kodlar deyir. Bəli, beynimizi biz hər gün şükranlıq enerjisinə gətirməyi bacarmalıyıq və bilməliyik ki, istənilən bir insan nemətini o halda artıra bilər ki, çoxalda bilər ki, böyüdə bilər ki, minnətdaram bu qələmi mənə verdiyin üçün. Bu qələmə sahib olmağı bacarmaq, qoruyub saxlamaq, dəyər gözündə görmək çox vacibdir. Düşünün ki, Qumru xanım, indi bax bizə siz dedikcə mənim ağlıma gəldi. Bir qələm verilir, bir də vərəq verilir. Bəli. Məsələn, əsl şükürü bacarmayan insanlar o qələmin və vərəqin varlığına başlayacaqlar şükür etməyə. Amma məsələn, həqiqi şükürü anlayan insanlarsa, o qələmi götürəcəklər və o vərəqdə cızmaqara edəcəklər, hətta bəzən onu cırbatacaqlar və onlar qələmin var oluşuna deyil, onların o yazısına, yaradıcılığına şükür etməyə bacaracaqlar. Bizdə Quranda da yazılır, səhv eləmirəmsə İbrahim surəsinin 7-ci ayəsində deyir ki, şükür edin ki, artırım. Burada əslində o tamamilə başqa mənada əhəmiyyət kəsb edir. Orada yəni sırf insanları fəaliyyətə bağlayır. Deyir, sizə hər bir potensialı verdim, ağlı, zəkanı. Siz sadəcə bunları görüb onu fəaliyyətə çöndərməyi bacarmalısınız. Hətta araşdıranda belə qarşıma çıxdı, nə qədər doğrudur bilmirəm onu. Şükür kəlməsi özü deyir ərəb dilində şəfərə sözündən götürülmüşdü. Mənası odur ki, heyvanlara yem verirlər və heyvanlar onun da qarşılığında ətlə, südlə təmin edir. Yəni burada göstərir ki, bir fəaliyyət əsnasında həmin o resurs transformasiyaya məruz qalır. Eyni zamanda şükür də elədir. Və Allahın verdiyi bütün nemətlər də o cürdür. Sən əgər həqiqi fərqindəlik şükrü görməyə istəyirsənsə, o zaman bax onu bir fəaliyyətə çöndərməyə bacarmalısan. Məsələn, biz özümüz tarixçiyik, düzdürmü? Mənə şükür psixologiyası deyəndə ən əsas tarixi şəxsiyyətlərin, dahi insanların şükür psixologiyasına baxıram ki, hansı ki insanlar ki, qorxub yarı yolda yox, məsələn, o zirvələri gəlib fəth eləməyi bacarıblar. Eynən. Hətta çünki şükranlıq enerjisindədirlər. Frekans yüksəkdir. Eynən. Bir də Albert Camus var. Onun Siz mifologiyası əsəri var. Ümumiyyətlə belə fəlsəfi psixoloji əsərləri çox sevirəm. Orada qəşəng bir səhnə var. Tanrılar başrolu Sizifi cəzalandırırlar və ona deyirlər ki, hər gün qayanı götürürsən və dağın ən yüksək zirvəsinə qaldırırsan. Həmin Sizif də o cür edir. Hər gün o qayanı götürür və dağın zirvəsinə qoyur, amma qaya orada qalmır, sürüşür, düşür. Hər dəfə də Sizif onu eyni edir. Yəni yorucu bir işdir, əmək sərf edir, amma çox xoşbəxtdir. Və sonda Camus onu belə qəşəng bir izahatını verir ki, əslində Sizifin orada xoşbəxt olmasının birisi səbəbi nə idi? Çünki Sizifin əsas məqsədi qayanı dağın zirvəsinə saxlamaq deyildi. O hər gün gəlib o qayanı qaldırdığı iradə var ha. Bax o iradəsinə şükür etməyi bacarır. Ona görə də xoşbəxt olmağı bacarır. Bax sizcə, yəni bizim bu cəmiyyətimizdə bu gün gənclərimiz arasında, xanımlarımız arasında hansı bir fərqindəlik əskiydi ki, onlar
Bax bu şükrü yanlış anlayırlar. Bəli, şükrü yanlış anlamağın təməli ən vacib nüans olaraq dediyim kimi, məsəl üçün mənim çox gözəl savad səviyyəm var. Məsəl üçün fərqindəyəm ki, tez yaddaşıma hansısa bir informasiya yer edilir. Yəni oxuyuram, mənimsəyirəm. Və yaxud da dil bacarıqlarım var. Və yaxud da mükəmməl bir bədənə sahibəm. Düzdür? Bunu Allah verib şükranlığındayım. O bədəni qoruyub saxlamasam, şükranlıq belə burada olur, nə edəcək? bəli. Demək ki, məsələ məndə olana minnətdaram, onun qeydinə qalmalıyam. Onu dəyərli bir resurs kimi qoruyub saxlamalıyam. Yoxsa nə edəcək? Ovucularımın arasından süzülüb gedəcək, axıb gedəcək. Bəli, mentorluqlarda bizim qəşəng dəftərlərimiz olur, bilirsiniz. Əsas da xüsusilə 3 dəftərimiz olur. Dəftərlərə xüsusilə özən göstərmək lazımdır. Mənim üçün bu həyatda özümlə bağlı yolculuqda gəldiyim vacib bir konsepsiya var. İnsan əsla yazmağı və oxumağı dayandırmamalıdır. Fərq eləmir süni zəka dövründəsən, sabah gün hər yeri robotlar əhatə eləyəcək və yaxud da hansısa ağlımıza gəlməyən yeni bir sivilizasiya baş verəcək. Heç birisi fərq etmir. Hansı yaşındasansa, övladlarıma da tövsiyə edirəm. Ümumiyyətlə ətrafında olan bütün insanlarda şiddətli şəkildə ən vacib hesab elədiyim və vərdişə çevirməli olduğu vacib, önəmli tərəf nədir? Dəftərlərdir. O dəftərlərdən biri. Eynən. Çox gözəl bir söz. Bəli, qələm ağlın dilidir. Sən yazırsan, yəni beyninin içərisində olan bütün informasiyalar ora süzülür. Və onlardan biri sizcə nə idi? Hər birinizdən nəyi? Afirmasiyalar dəftəri. Təlqinlər dəftəri. Mən uğurluyam, mən bacarıram, mən öhdəsindən gəlirəm. Mən ən gözəl həyata sahibəm, layiqəm. Minnətdarlığımız. Bəli, təşəkkür edirəm. Hətta bilirsiniz, Havayi qəbiləsinin çox məşhur bir texnikası var, hansı ki onu bilirsiniz də, xüsusi ayrıca kitabı da var. Bu arada kitablardan çox danışdıq. Çünki bizlər də Kitabımıza mövzu qalmadı. Yox, çoxdur. Kitablar yer Əlbəttə, kürəsində o tükənməzdir. qədər ideyaları bol olan insanlar var ki, sadəcə nə ağıllı o kəslər ki, məhz belə insanların dalğasına düşməyi bacarır. Onların izini izləyir. Nəinki bu dəqiqə hər yerdə eybəcərcəsinə təbliğ olunan və insan həyatlarını tənəzzülə uğradan yolculuqlar var. Kifayət qədər. Eynən də bizim də burada Vərdişlər olmamızın var. əsas mesajı Bəli, ondan inan ibarətdir. ki, çox gözəl qeyd edirsən. Yəni belə baxanda bizim də çoxlu işlərimiz var da. Ən vacibi nəyi seçmişik? Bu gün çox yəni resurs xərcləyirik, çalışırıq. Məqsədimiz odur ki, hansısa bir insana qatqı olaq. Deməli, afirmasiyalar dəftərini yazdıq, düzdür. Biz özümüzü səhər necə kodluyuruqsa, şükranlıq enerjisinə salırıqsa, başdan ayağa enerjimiz təzələnir. Yəni tutaq ki, 0,50 MHz-dəsənsə, bu aşağı enerjidir. Daxildir bura qorxuların, nigarançılığın, bədbəxt situasiyalar, hadisələr. Fikir versinizsə, bənzər-bənzəri çağırır. Bir-birini izləyir. Yəni bir bədbəxt hadisə baş verir, ardıcan ona paralel olaraq digəri. Elə bilin ki, bir tilsimin içərisində bir zəncirbənd kimi davam edir. Demək ki, nədir məsələ? Məsələ odur ki, birinci buranı gətirəcəksən o yüksək frekansa. Yüksək frekans ancaq şükranlıq enerjisi ilə baş tuta bilər. Müasir dillə desək. Bəli. Məsəl üçün İslami qaydalarla, dini aspektdən yanaşanda, məsəl üçün bizim bütün dualarımız şükranlığa meylənib. Hansı birində inkarçılıq var ki? Nadir hallarda o da deməli hətta satışda da var. Allah yəni mükafat və cəza. Yəni siz mənim yolumdan getsəz belə olacaq. Assaz da onun da bədəlini ödəyəcəksiniz. Siz nəyə görə? Əslində burada da Burxan, bəli, eynən. Orada şükranlıq məsəl üçün o şükranlıqdır. Əslində bəzi insanlar həqiqətən də o göz kör olur axı, görməyi bacarmır. Məsələn, o insanları bəlkə də düşünülür ki, bu yolla bir həqiqi o şükrün mənasına gətirməyə, izinə, cığırına gətirmək üçün. Bəli. Beləcə o dəftərlər bizi neyinir? Elə gücləndirir. Elə özümüzə gətirir ki, bəli, oradakı texnikalar, Hoponopono qəbiləsi başladı da Havayi qəbiləsi Hoponopono texnikasını çox tətbiq eləyirdi. Və bunu bir həkim vaxtı ikən götürür, hansısa bir ruhi xəstəliyi olan
xəstəxana, dispanserə tətbiq eləyir. Və həkimlər deyir ki, nə danışırsınız? Bunlara çoxlu dərmanlar vermək lazımdır ki, onlar hücum eləməsinlər. Onlar artıq çox ağır bir həddədirlər, diaqnozları çox dərindir. Sizin özünüzə belə fiziki xəsarət yetirə bilərlər. Bəli, aylar keçir, hətta doğrusu həftələr keçir. Baxır görürlər ki, həkim hələ burdadır. Yəni bu işindən əl çəkməyibdi. Və insanlara davamlı nə edir? O 4 dənə sözü öyrədir. Təşəkkür edirəm, səni sevirəm. Sonra nə deyir? Üzr istəyirəm, məni bağışla. Bu 4 dənə sözün hər birisinin altında yatan məna əslində yenə şükranlıqdır. Varlığına təşəkkür edirsən. Varlığında verdiyin qüsurlar, yəni burada üzr istəyirsən, bağışlanmağı diləyirsən və minnətdarlığı ötürürsən. Səni sevirəm. 4 dənə söz deyir şükranlıq. Yəni görün, Havay qəbiləsi, belə baxanda Afrikanı heç bir siyahıda görmərik, düzdür. Amma elə nə varsa bəzi o qəbilələrdə var. Eynən qədim Misir 4-cü minillikdə dünyaya dövlət ənənələrini yaradan bir möhtəşəm bir ərazidən, hansı ki indisində də Misir güya neyinir ki, heç bir şey eləmir. Elə tarixi sələfləri onları dolandırır. Şəxsən biz tarixçi olaraq Misrə getmək üçün nələr, möhtəşəm olar. Düşün ki, orada Giza piramidası, yəni görürsən və yaxud da sfinkslər baxır sənə belə. Dəhşətlər atası. Dəhşətlər atası, bəli. Yəni şadlıqdan istifadə çox maraqlıdır. Hər birisini də tələbələrlə, daha doğrusu şagirdlərlə oxuyurduq, canlandırırdıq, fərqli-fərqli rəsmlər çəkirdik, əl işləri düzəldirdik. Demək istədiyim nədir? Baxın, 4 dənə sözü istənilən bir insan elə günü bu gündən başlasa, dilinin altında istifadə etməyə. Baxın, bu podkastlar sizə çoxlu həm də texnikalar ötürür. Onun açar sözü var. İdeyalar. Bəli. Siz bizə açar sözdə həmişə deyirdiniz orada baş hərfləri. O həyatı suallarda yaşamaq podkastında saxlayarıq. Bundan daha gözəl necə ola bilər? Bundan daha gözəl necə ola bilər? Bəli. Hər bir nemətdə biz nə etməliyik? Daxilimizə nəzər salın. Nəsə, bu gün ta ki əhvalım yoxdur. Səbəb bilmirəm. Heç bir şey məlum deyil. Bu 4 dənə sözü təkrarlayırıq. Təşəkkür edirəm, minnətdaram, üzr istəyirəm, məni bağışla, səni sevirəm. Yəni daxilində. Çünki bilirsiniz necədir? Biz Allahın yer üzündəki bəndələriyik. Mən bir müəllifin kitablarını çox sevirəm. Çox yüksək qiymətləndirirəm. Təbii ki, söhbət Sinelnikovdan gedir. Onun öz xəstəliyini sev kitabı var. Və ümumiyyətlə kitablarının hər birisi fərqli-fərqlidir və ümumiyyətlə ürəyim gedir, yəni şüuraltı, insan beyni, insan təhtəlşüuru ilə bağlı olan və ona düzgün kodlar, mesajlar verən kitablardan. Buna nə ad verilir? Şəxsi inkişaf kitabları böyük ehtimalla. Orada həm də pasientlərlə o elədiyi söhbətlər çox onu necə gözəl qələmə alır. Necə gözəl hər birisi haqqında deyir. Mən tutdum ki, bunda belə bir problem var. Uşaq vaxtı belə olub. Həmin kitabda fikir versən, insanda nəyi ötürür insanlara? Deyir ki, sən buna xəstəlik gözü ilə baxırsan, əsəbləşirsən, aqressiv olursan ki, ətrafında hamı sağlamdır, mən xəstəyəm. Allah, bu xəstəliyi sən mənə niyə verdin? Axı mən sənin çox yaxşı bəndənəm. Heç kəsə bir pisliyim dəyməyibdi. Amma Sinelnikov onu çox gözəl əsaslandırır. Nə qeyd edir? Orada qeyd edir ki, əslində bədənin sənə siqnallar ötürür ki, məni unutmusan. Bayaqki mesaj, Hoponopono nə deyir? Səni sevirəm. Varlığa. Yəni ümumiyyətlə hansı insanlar şükür edə bilmir? O insanlar ki, özünü sevmir. Yəni sevməyi buraxıblar. Dəyər verməyə bacarır. Bəli, dəyər sıfır səviyyəsindədir. Görmürlər. Və elə insanlar əlbəttə xəstələnirlər. Elə insanlar əlbəttə pul itirirlər. Elə insanlar əlbəttə artıb çoxala bilmirlər. Nəyi 100% eləsə də, axı məndə niyə alınmadı? Elə bilirsən ki, biz burada hər şeyi dörd-dörtlük eləyirik. Və yaxud da mən bu vaxta qədər ki, yaşamımda hər şeyi inanırsan, bu qədər yolculuğu qət eləyirəm, gerisini ilahi ədalətə buraxıram. O qədər rahat, təslimiyyətdə və şükranlıq enerjisində Yaradanım, Allahım səndən gözləyirəm. Çünki biz şükrü yanlış anlamışıq axı bu vaxta qədər. Bütün nəsillər yanlış anlayıb. Necə anlayıbdı? Eləyim, durum, əlim, qolum yatsın. Yox, əzizim, başlamalısan hərəkətə. Elə o hərəkətdir də. Gedim hərəkət özü və əsl şükür bəs oradan başlayır ki, hərəkət. Məsəl üçün mən necə bilə bilərdim ki, Zülfiyə adında bir xanım var, düzdür. Bu insan çoxlu kitablar oxuyub. Bu insan tarixçidir.
Və bu insanın potensialı var, düzdür. Bu əla. Bunu ancaq onun ailəsi bilə bilərdi. Bu gün gündə o mənim qarşımdadır və demək ki, nə edir? Hərəkətə keçirdi. Bəli. Şükür məndə var, amma mən onu dəyərləndirmirəmsə, O şükür deyil, əsl şükür deyil. Yəni onun heç bir, yəni yer kürəsində o qədər belə insanlar var ki, potensial aşıb daşır. IQ səviyyəsi deyə, EQ səviyyəsi deyə, hər şey yüksək standartda, amma nədir? Hərəkətdə tətbiq eləmir. Nietzsche'nin kitabı yadıma düşdü. Zərdiş belə deyirdi, kitabında qeyd elirdi ki, orada amor fati bəlkə də rastınıza çıxıb bu son zamanlar dəb halını alıb orada taleyə şükür etmək kəlməsi mənası odur amor fatinin. Orada insanları iki kateqoriyaya ayırır o kitabda. Çox qəşəng, mən oxuyanda çox belə yaxşı his bağışlamışdı mənim üçün o. Deyir ki, bir qrup insanlar, o insanlardır ki, onlar əslində dillərində şükür edirlər, amma öz komfort zonalarından çıxmağı bacarmırlar. Yəni fəaliyyətə sizin dediyiniz kimi göndərmirlər. Amma ikinci qrup insanlar isə deyir, əsl həqiqi şükür edən insanlardır ki, onlar məsələn bir şeylərin fərqindədirlər və düşdükləri o alov var ha, onları yandırmasından çox xoşbəxtdirlər. Çünki başa düşürlər ki, o zaman onlar böyüyəcəklər. Eynən. Və həyatın dəyərini, qiymətini və verilən bütün nemətlərin, onlara verilən bütün potensialların hər birinin dəyəri məhz onun vasitəsilə ölçüləcək. Nəticəyə deyil, onlar prosesə fokuslanırlar və həmin o proses əsnasında şükür kəlməsini anlamağı bacarırlar. Deməli, xüsusilə bir məqamı qeyd etmək lazımdır. Mən nənəmi də brendləşdirmək istəyirəm. Allah rəhmət eləsin. Onun bir dənə qəşəng sözü var idi. Ümumiyyətlə o dövrün nəsillərinin öz məhəlli dialektoloji bəli olsa da, məhəlli terminlərə əsaslansa da, belə az deyirdilər, saz deyirdilər ha. Deyirdi ki, eşələnən toyuq ac qalmaz. Sallan. Toyuğun eşələnməyi ac qalmaz. Bir dəfə eşitdim, yəni sağ olan vaxtları bizdə idi. Deməli mən də o dövrlərdə Heydər Əliyev mərkəzində çalışırdım və hansısa bir layihədə yaxşı bir nəticə olmuşdu və məni mükafatlandırmışdılar. Bunu sevinə-sevinə gəldim, evdəkilərlə bölüşdüm. Dayandı, dedi ki, eşələnən toyuq az qalmaz, davam elə. Görürsüz, illər keçib amma sizin qulağınızda o söz o qədər xoşuma gəldi və mən onu tez dəftər, qələm çıxartıb bir yerlərdə yazdım ki, bu mənim nənəmdən mənə miras qalsın. İndi bilmirəm sizin tərəflərdə bəlkə də eşitdilər. Yəni mən ilk dəfə nənəmdən eşitmişdim. Mən də ilk dəfə eşitdim elə sizdən. Eynən. O qədər sevdim o sözü. Baxırsan ki, məhəlli üslubdadır da. Yəni eşələnən toyuq ac qalmaz. Altındakı mənaya bax, fəlsəfəyə bax. Bəli, bu belədir. Şükür ki, mən varam. Dururam bu gün səhər tezdən. Qəşəng idmanımı eləyirəm. Bədəni var axı. Allah mənə bu neməti veribdi. Əmanət verib. Neməti qəşəng bəli qorumalıyam. Zallara getməliyəm. Zala ehtiyac deyil. Durub hər gün yürüyüş eləməliyəm. Sağlam qidalanmalıyam. Bilirəm ki, bax görürsüz, hamımız bilirik. Amma bilib etməmək o artıq gəlir daxilindəki şükranlıq enerjisinin zədələnməsinə, özünü sevməməyə. Çünki sevmirsən axı. Sevmirsən, deməli Allaha qarşı da içində elə bir yüksək bir dəyər formalaşdıra bilməmisən. Məsəl üçün Sinevikov nə deyirdi? Deyirdi, küçədən keçən qulduru da sevin. Hansısa belə neqativ işlərlə məşğul olanı da, əxlaqi dəyərləri aşağı olanı da əsaslandırırdı. Nəyə görə? Çünki hər birisinin qəlbində Allahın nəfəsi var. Yəni əslində Allah hər birimizin içərisindədir. Elədir də. Allah hər birimizin içərisindədirsə, birinci mən daxili mənliyimə, kimliyimə sahib çıxmalıyam. Onu yüksək enerji ilə, minnətdarlıq duyğusu ilə. Yəni təkcə şükür istifadə olunmur. Sinonim sözlərdir. Təşəkkürlük, minnətdarlıq, fərqindəlik belə, hamısı. Eynən. Bu duyğuya sahib qalıram, möhkəm-möhkəm sarılıram və günümü görün ki, nələr baş verir. Siz sadəcə bu enerjini izləyin. Bir dənə yanlış insanlar səncə nə edir deyə bilərsən? Məsəl üçün, ta ki bu podkastı dinlədi hansısa bir xanım, səncə onun %100 edəcəyi səhv nə olacaq? Məncə sən öz fikirlərini dinlə, mən də əlavə edeyim. Məncə bax, əslində bu podkasta baxan xanımların çoxu
Aha. Belə deyək, 100% əgər xanım izləyirsə, onun 90%-i qulaq asıb, qulaq asdığı müddətdə deyəcək hər şey yaxşıdır. Sonra onu qoyacaq, nöqtələyəcək, çıxıb gedəcək. Bizə lazımdır o 10% Qumru xanım. 10% ki, hansı ki, həqiqətən də həyatının mənasını, məna axtarışını, şükür anlayışını, minnətdarlığını, bax o onun axtarışına keçən insanlar, hərəkətdə olan insan, şükür bərabərdir hərəkət, şükür bərabərdir fəaliyyət. Yəni şükrün əsas mənası, izahatı bu deməkdir. Hətta sufilər bilirsiniz də, sufilərin dövründə kərvan dəstələri çox olurdu. Bəli. Kərvan evli həmin səhrada büsbütün malqarası, bütün hər şey məhv olur və kərvandakı bütün insanlar şikayət etməyə başlayırlar, üsyan edirlər və görürlər ki, kərvanın arxasında bir dərviş gəlir və o dərviş dizlərini yerə qoyur, əlini göyə qaldırır və şükür edir. Bu bir növ içəridəki o kərvandakı insanlara qıcıq verir və qayıdır o dərvişə sual verirlər ki, biz bu vəziyyətdəyik, sən nəyə şükür edirsən? Baxır təbəssümlə deyir ki, əslində bu maldır, mənə verilib və alınıb. Mən buna görə yox, məhz mən bu dövrdə sınağa çəkilən müddətdə əgər ürəyimin üsyan etməsinin qarşısını alıramsa və mən hələ də kimlərisə sevirəmsə, kimlərəsə xəyanət etmirəmsə, demək ki, mənim elə qəlbimin şükrü məhz bundan ibarətdir. Yəni qəşəng orada deyir ki, malı bərpa etmək olar, amma insan rizasını bərpa etmək çox çətin bir işdir. Sən bu hekayəni danışdın, mənim də bir hekayə yadıma düşdü. Deməli bir ata, bir oğul olur. Ata çox çalışır, əlləşir, vuruşur. Baxır görür ki, ay Allah, bu oğlum yeyir, içir, yatır. Yəni heç bir işə yaramır. Məhsulu, malı dağıtmaqla məşğuldur. Bir gün ata özünü xəstəliyə vurur. Deyir ki, mən ya bunun qulağını vaxtında vurmalıyam. Ya da ki, bunun axırı görünmür bu uşağın. Hətta bu əhvalatdan mən düşünürəm ki, müasir dünyada da dərs alınmalı məsələlər var. Gəlir alınır ki, ata yatağa düşür, evdə artıq dolanışı yoxdur. Oğul gəlir, baxır görür hər yer boşdur, yeməyə heç bir şey tapılmır. Məcbur olur, deməli gedir işləməyə. Deyir ki, yəni mən sənə baxa bilmirəm, artıq yaşlanmışam, öz başının çarəsinə bax. Nəysə, bəli, oğul gedir axırı deyinə, min bir zülmlə, acsan axı, insana aclıq elə bir həddə gətirir ki, məcbursan ki, gedib o qarnını doyuzdurasan. Gedir bu oğlan iş tapır, nağarı neyinir, gətirir, deməli qabarlı əlləri ilə çörəyi qoyur süfrənin üstünə. Ata götürür çörəyi atır pəncərədən. Deməli, oğul qəzəblənir. Çox bərk qəzəblənir ki, sən yəni birincisi həm nemətdir, ikincisi də sən çörəyi necə, yəni mən onu zülmlə qazanmışam. Sonra başqa bir şey alır, ata yenə onu belə sərsəfil vəziyyətdə oğlunun əvvəlki elədiyi tərzdə bunu ona geri qaytarır. Bir dəfə, iki dəfə, axa ata mən buna zülm çəkirəm, sən niyə belə davranırsan? Deyir, ay sağ ol. Vaxtı ikən mən bütün bunları edirdim. Və bunun qarşılığını şükranlıq dolu sən mənə qaytarmalıydın. Amma qaytarmırdın. Nəticə etibarilə mən sənə bir növ aynalıq eləyirəm. Yəni görəsən. Bugünkü gündə baxın, naşükürlərin sayı en saydadır. Nəyə görə? Çünki gəlin modern dünyaya da bir nəzər salaq. Hər kəsin əlində yarışdadır, az qalsın iPhone telefonları. Hətta saatlarını gözləyirlər, dəqiqələrini gözləyirlər ki, yeni model nə vaxt olacaq ki, hamıdan tez mənim əlimdə olsun və bu onu brendləşdirir. Bu onu kimlik olaraq markalaşdırır. Falan ki, görürsən əlində 5000-lik telefon daşıyır və yaxud da necə. Övladlarımıza veririkmi? Veririk. Özdə bunun limiti o qədər çoxalıb ki. Və yaxud da biz elə bir nəsillərik ki, özümüz çox şeyləri görməmişik, düzdür? Qərara gəlmişik ki, neyiniyək? Elə eləyək ki, övladlarımız bizim çəkdiyimiz acıları, ağrıları, məhrumiyyətləri görməsin. Bəli, görməsin. Neynədik? Dayanmadan onların maddi resurslarını. Bizim otağımız var idi, şəxsi. Və yaxud da bizim xüsusi, spesifik, özəl geyimlərimiz var idi. 5 uşaq olmuşuq. Mən stolun altında yer tapırdım ki, oxuyum. Yəni indi bəlkə də dinləyəcəklər özləri. O cür oxuyurdum. Doğrudur. Gözləyirdim ki, bacım gəlsin, onun paltosunu geyinim, qaçım dərsə. O qədər olub ki, birinci dərsə gecikmişəm. Müəllim danlayıb, deyib sən çox belə tənbəlsən, vaxtında daha demir ki, gözləyirəm, növbədəyəm. Bunu da sevmirlər, amma bu arada gənclər nümunə çəkəndə. Nümunə çəkəndə bilirsiniz, o şükranlıqdan gəlirik də. Hər şeyə hazıra nazir olanda, hər şey bizim əlimizdədirsə, biz onu elə bilirik ki, bu belə olmalıdır. Nə vaxt onun fərqinə varırıq, olmayanda.
Necə ki, məsəl üçün o ağıllı bir söhbət var idi Einstein ilə müəllimi arasında. Deyir ki, yəni əslində biz nəyi hiss edirik? Gecə-gündüz yoxdur. Bir dənə şey var. Gündüzün aradan çəkilməsi, Gecənin yaranması. yəni və yaxud da soyuq-isti anlayışı yoxdur. İstinin yox olması soyuğu qabardır. İnsan da əslində nə vaxt gözü açılır? O hər şey əlindən birdən-birə alınır ha. Bütün resurslar maddi mənəvi çökür. Onda dərk eləyir. İki əli başına vurur. Ay Allah, mən necə xoşbəxt idim. Bir də maraqlı bir tərəfdə var ki, Allah insan anatomiyasına belə bir özəllik verib. Hətta dünyamızı dəyişəndə belə beynimizdə avtomatik dopamin hormonları işə düşür. Xoşbəxtlik, şükranlıq və yaxud da hansısa bir insanla konfliktlərimiz olubsa, o insan dünyasını dəyişir və yaxud da heç dünyasını dəyişməsin. Üstündən 2 il, 3 il keçir. Sən o insanın pisliklərini yox, yaxşılıqlarını xatırlayırsan. Gör Allah bizim fitrətimizi necə gözəl sistemləşdiribdi. Və müasir nəslə də nə götürmək lazımdır əslində? Bir balaca o əlimizdəki nemətin fərqinə varmaq. Anamız, atamız nə qədər sağdır. Ona qayğı ilə, sevgi ilə yanaşmaq. Bilirsiniz, sonrakı atılan heç bir addım çox mənasızdır. Mənim varlığımı, mənim dəyərimi sağlıqda vermək lazımdır. Bunu şairlər deyib də, sağlığında qiymət verən insanlara. Bu elə şükranlıq deyilmi? Şükranlığın təməlidir də, minnətdar ol. İnanırsınız, Allahın bir dənə su gətirənini bu elmlər, kitablar, yaşımız, arada bəzən deyirəm düzdür, müdrik deyiləm, amma o yolculuqda olduğum üçün çox xoşbəxtəm. Yolda bir xanım görürəm, o işini gözəl, məsəl üçün o küçəni gözəl süpürürsə, təşəkkür etmək lazımdır. Hətta belə bir deyim var. Deyir küçələri süpürəndə belə Şekspirin əsərləri, sonra Mikelangelonun çəkdiyi rəsm və yaxud da hansısa bir Mozartın əsəri kimi, yəni pianoda səsləndirdiyi kimi o qədər ideal edin ki, desinlər burada vaxtı ikən bir dənə süpürgəci işləyirdi, o necə gözəl işlər. Yəni peşədə belə o şükranlıq, o minnətdarlığı biz sir ürəkdən ötürə bilsək, bu nə deməkdir əslində? Natural halın deməkdir. Bir gözəl söz var, deyir, ən böyük biclik düzgünlükdür. Əslində şükran enerjisində olan insan istəsə də yalan danışa bilmir. O frekansdan uzaqlaşır. Çünki sən başdan ayağa naturallığa qovuşursan. Naturallığın içərisində yalan ola bilər. Yox. Siz Qumru xanım, elələrdə ümumiyyətlə vizyon sahibi olmaqdan qorxurlar. Çünki o çətindir. Məsəl üçün o şükranlığı belə də yenə həmin o mövzuya gəlib qayıdırıq ki, orada axı bir şeylər eləməlidir. Oradan durmalıdır. Tərpənməlidir. Axı o oturduğu divandan, rahat divandan qalxmalıdır. Yoxsa kiçik bir problemlərdə oturub depressiyaya düşür. Ondan sonra həm taleyim gətirmədi, həyatım gətirmədi deyə başlayır, yəni tənbəllik moduna girməyə, tənbəllik donunu qəşəng özünə geyindirir. Bax, mənim ən yaralı yerim İslamı bizə belə yeritməkləridir. Yəni daha doğrusu yeritmək deyəndə İslamı belə başa düşməkləridir. İnsanların çoxsunun, böyük əksəriyyətinin. Baxırsan ki, namaz qılır, elə bilir ki, bununla bütün məsələ həll olundu. Allah deyir, səni yer kürəsinə göndərmişəm. Necə fayda verdin? 3 sual vermişik də düzdür həyatda. Mən kiməm? Kim olsam daha fayda verici olaram. Bu nöqtə var ha. Hər gün bunun hesab kitabı aparılmalıdır. Şükranlıq mövqeyindən. Dünən neynədim? Nə işlərin qulpundan yapışıb öz həyatım və çevrə ilə bağlı müsbət qənaətlər çıxartdım. Axı biz hansı leveldan danışırıq? Yüksək tezlikdən. Çünki bu tezliyə sahib olan insan bayaq dedimmi, ən çox auditoriya səncə nəyə səhv eləyəcək? Bunu 2 gün eləyəcək, 3 gün eləyəcək, 4 gün eləyəcək. Yenə başı getdi həyatın məsələlərinə. Məndə olmayanlara takılmaq. Məndə yoxdur, o da yoxdur, bu da yoxdur. Ona görə deyir də, biz bu podkastları, bu layihələri həyata keçirəndə nə qədər bizə qüsurlar tutanlar olur yeri gələndə. Filan şey belədir, bəhmən şey belə olsa yaxşıdır. Oy. Biz isə nə edirik? Davam edirik. Müdrikliyin ən tərəfli, yaxşı tərəfi nədir? Sakit, susursan. Susursan, çünki biz artıq mahiyyəti dərk eləmişik. Türkiyədə olanda biz Moda Fashion bir fuara qatılmışdıq. Fuarda Malayziyadan olan və çox zəngin bir iş adamı, hansı ki bu moda trendlərini həyata keçirən, ümumiyyətlə silsilə olaraq bu fuarları təşkil edən mütəxəssislərdən biri idi. Yəni öz sahəsinin bilicisi, belə deyək. Yanımda türk xanım əyləşib. Deyir, siz ən çox o insana niyə baxırsınız? Yəni çox uzaq bir o tərəfdə bizlə qarşı-qarşı yaşlı bir kişidir.
Deyir siz deyin, mən deyəcəm ki, siz yəni sizin xarakteri görüm tanıya bilirəmmi? Deyirəm mən sadəcə o insanın çox səmimi olmasına, hər kəslə alçaq könüllü davranışına və həddindən artıq sadə geyim tərzinə heyran qaldım. Bəli, Fərqindəliyini tapıb. eynən. Ona görə. Ona görə də fikir versəz, hər şeyə sahib olan insan nə xoş ki, o insanın halına ki, hətta belə bir deyir, mən verdim, daha doğrusu Allah verdi, mən verdim. Allah verdi, mən verdim. Mən niyə verən əlimi kəsim? Bir şey ki, Verən, bəli, Allah bəli. kəsmir. Bax bu zehniyyəti insan özündə yaratsa, nemətini artırsa, küçədə gördüyü bir pişiyə belə, necə deyim, yaxşı işini görən ofisianta belə, yəni və yaxud da müəllimə övladıma çox gözəl bir nəyisə izah eləyir. Üzüyün qaşı düşməz ki, bir dənə xoş söz yaz. Minnətdarlıq mövqeyindən, şükranlıq mövqeyindən. Bunları aşılasaq, inanın ki, cəmiyyətlər o qədər yüksək frekansa qalxır axı. Toplumların hər birisinin frekansı var, tezliyi var. Xalqların, cəmiyyətlərin. Məsəl üçün biz niyə xarici ölkələrə gedəndə güncəllənib gəlirik? Çünki həmin o auraya düşürük. Həmin frekans, hər tərəfdə biz o dalğanı tuturuq. Və gəlib deyir, ay Allah, bizdə də belə olsaydı yaxşı olardı. Bizdəkiləri də fərq eləyirik. Deyir, nə gözəl tərəflərimiz var. Bax o frekans, o aura, o tezlik mən düşünürəm ki, ən zirvə şükranlıq frekansıdır. Ən üstün, yəni modern dillə frekans deyək də, tezlik deyək, dalğa deyək, enerji deyək. Hamısının mahiyyəti nədir? Yenə gəlir ağzımızdan çıxan niyyətimiz, yəni dini aspektdən yanaşsaq, niyyətimiz, şükranlığımız, dilimizdə istifadə etdiyimiz sözlər. Sözlər. Sonra bax məsələn, xüsusilə insanlar, yəni müasir dövrün nəsilləri, gənclərimiz, sizlər təbii ki, bizdən sonrakı deməyək, hər bir nəsil bilir ki, müəyyən bir zaman dilimi var. Yer kürəsində çox vaxtımız yoxdur. Deyək ki, uzun illər qalacaqmı burada? Hətta bir nümunə gətirək. Düşünün ki, 2026-dan 100 il keçib. Biz varıqmı? Mən inanmıram ki, olacaq. 100 illər, yəni növbəti nəsillər gələcək. Onlar, bəli, onlar yeni. Amma o nəsillər həqiqətən də huzur dolu, xoşbəxt, məmnuniyyət enerjisində yaşayacaqlar ki, onlar əllərindəkinin qədrini bilirlərsə, görə bilirlərsə, qəlb gözü ilə danışırlarsa, hiss etdirə bilirlərsə, ailədə əllərində olan hər bir neməti, valideynim, bu gün mənim üçün bunların əziyyətini çəkir. Nə xoş olar ki, mən ona təşəkkürümü bildirim. Sağlığında. Amma biz ən çox nə görürük? Başqaları alıb da, sənin borcundur, valideynlik borcundur. Elə bir sözlər deyirlər ki, valideynlərlə elə danışırlar ki. Təbii ki, burada hər iki tərəfin də müəyyən özlərinə düşən öhdəliklər var. Bunları nizamlamaq lazımdır. Valideynlər nəyi unutdular? Valideynlər düşündülər ki, mən gün görməmişəm. Mən hər şeyim, xüsusi otağım olmayıb, xüsusi gəlinciklərim olmayıb, maşınım olmayıb, nə bilim, geyimlərim olmayıb. Qoy övladımın markaları olsun, geyimləri olsun. Məsəl üçün, tələbələr içərisində, şagirdlər içərisində heç bir vaxt arxadan baxmasın. Düzdür? Valideyn fokuslanıb bu tərəfə. Amma nəyi unudub? Övladına zaman ayırmağı. İndi bilirsən, ailələrdə çox az söhbətlər olunur. Barmaqla bütün qapıları gedək döyək. Məsəl üçün məhəllədə hansısa bir məhəlləni seçək, hansısa bir binanı seçək, qapıları gedək döyək. Çox nadir hallarda ailənin süfrə başında toplu halında oturduğunu görə bilərik. Ailənin insanların bir-birinin gözünə telefonlar olmadan, televiziya olmadan, planşet olmadan baxıb içdən danışıb deyib güldüyünü görə bilərik. Barmaqla sayılacaq qədər azalıbdır bu məsələ. Ona görə biz nə etməliyik? Bütün bu tərəflərimizə nəzər salmalıyıq. Yəni əlimizdəki hər bir canlı, cansız bütün nemətlər. Bir şey ki, hər şey səndən əzizlənmək istəyir. Qələmin özü belə frekansı var. Geyimivi belə əzizlənmək. Səhər durursan, bədənivi əzizlənmək, düşüncələrvi, saçlarvi, üzüvü. Bütün bunlar hamısı nədir? Nemətin şükranlığıdır. Və biz şükrü yanlış ona görə anlamışıq ki, əlimizdə var, sahibiyik. Onu əzizləmiriksə, onun qeydinə qalmırıqsa, tezliklə onu itirəcəyik. Bunu artıq gözə alaq. Çünki həyatda bizə verilən hər bir şey deyir ki, xüsusi qulluq elə mənə. Əzizlə, bəslə, qeydimə qal. Hətta bir müdriklə bir oğlanın söhbəti olur.
Deyir ki, sən indi müdrik adamsan, nəsillər görmüsən, nə bilim, dövrlər görmüsən. Mən niyə kasıbam? Niyə belə heç bir şeyim artmır, çoxalmır? Əvəzində o nə deyir? Ardın gətirə bilərsən, bayaq müzakirə edirdik bu hekayəni. Əvəzində deyir ki, sən bunu belə düşün. Bir toxum düşün. Bu toxum əgər sənin cibindədirsə, dəyərli bir nemətdir. Düzdür? O toxumu əgər torpağa əkirsənsə, dəyərlidir də. Çünki belə deyək də, o sortu toxumdan yaxşıdır. sən əgər deyir ağac yetişdirməyə bacarmırsansa, demək ki, sən əsl şükürü tapmağı bacarmamısan. Bacarmamısan və eyni zamanda sənə zaten dəyərli bir şeyi vermişəm də mən. Bəli. O qədər deməli ən zəngin yer hara deyirlər həmişə qəbristanlıqlar. Qəbristanlıq. O qədər istedadlı, fenomen insanlar olub ki, tarixdə. Amma kimləri biz görə bilirik? Onu görüb özündəkinin fərqinə varan. Biz davamlı fərqli-fərqli təlimlər veririk, düzdür? Xanım gəlir, deyir, məsəl üçün mənim qəşəng bilgilərim var. Bu sahədə çox yaxşıyam. Əla, yaxşısan bunu sən bilirsən. Bu sənin Allahın sənə verdiyi dəyərdir, şükürdür, qənimətdir, qədrini bil. Öp alnının üstünə qoy. Əla. Amma bunu vulkanik partlayışı kimi düşün də. Azərbaycanda ən çox hansı vulkanlar var, palça vulkanları. Görsən necədir belə pık. Yəni sən bir var ki, o partlayışdır. Sən bunu partlada bilərsən. Böyük arenalara çıxa bilərsən. Çevrə səndən danışa bilər. Böyük insanlar, yəni necə deyim, insanların böyük əksəriyyəti səndən faydalana bilər. Bir də var ki, sən bu enerjini yavaş-yavaş bastırırsan, bizdəki o Torağay vulkanı deyirlər də, səhv eləmirəmsə adı belədir. Onun kimi artıq enerjin getdikcə kiçilir və nəticə etibarilə çox aşağı. Bəli, məsələ budur. Ona görə bizim əlimizdə olan bütün dəyərləri göz önündə bulundururuq, tapırıq ki, bax mənə nələr verilibdir. Mütləq siyahımızı götürürük. Hər bir şeyi, istər şəxsi həyatımızla bağlı, istər münasibətlərlə bağlı, istər sağlamlıqla bağlı, istər iş, karyera, biznes, savad səviyyəsi, IQ, nə verilibsə mənə. Hər şeyi maddələr şəklində yazırıq. Sonra bir özümüzə qıraqdan baxırıq. Ayna effekti. Ayna effekti. Bir özümüzə yenidən şarj eləyirik özümüzü əməlli başlı, güncəllənirik. Bəli. Və mən bundan bir dənə də texnikanı burdakı auditoriyaya ötürüm. Deməli, Zülfiyə, yadınıza gəlsə sizlərə də bunu etmişdik bir yerdə. Götürsüz qəşəng bir dənə qab. Yəni məsəl üçün 2026 yazırsınız üstünə. İndi düzdür 2026-nın bir xeyli ayları keçibdi. Hər halda bunu növbəti illərinizə tətbiq eləyə bilərsiniz. İl olmasın, ayınıza tətbiq edin. İnsanın hər günü ilə bərabər nemətdir. Görürsüz, şükranlıq enerjisində olan insan həyatı boyu saat 11-ə qədər yata bilməz. Mən inanmıram yatsın. Saatlarla gecəni gündüzünə və yaxud da ona ruzi gətirən ananın üzünə asi ola bilməz, atanın üzünə ağ ola bilməz. İndi ana ata dedim və yaxud da övladdır. Görürsən ki, bunda bu potensial var. Sən əgər onu davamlı acılayırsansa, aşağı salırsansa, amma yəni o nemət əvvəl-axır əlindən çıxacaq. Mən indi yeniyetmələrlə çox söhbətlər aparıram. Bəli. Konsultasiyalarda rastıma çıxan və məni incidən narahat edən hissə də ondan ibarət olur ki, valideynlər çox daxil eləyirlər. Uşaqlarının adi ixtisas seçimi olsun, həyatlarının hər bir şeyinə də. Məsələn, o cür də var. İndi biz burada deyirik, siz dediniz, bayaq o yadıma düşdü ki, valideynləri bəzən bildirdik ki, məsələn, şükran olmağı bacarmalıdırlar, amma valideynlərə də buradan üzümüzü tutaq, onun vuruluyaq mesaj olaraq. Əslində uşağında olan o potensialın üzə çıxarmasına köməklik göstərsinlər. Ən böyük fasilitator valideyndir zaten. Çünki o hansısa bir yaşa gəlib çatanda belə aldığı ixtisasın arxasınca getməyəcək. Öz içində olan, onun seçdiyi bir potensialın arxasınca gedəcək. Mən kamançaya getmişdim 5 il. Hər günüm ağlamaqla keçib. Sülhiyə müəlliməyə çoxlu salamlar. Çox gözəl insan idi, çox savadlı mütəxəssis idi. Ancaq mən kamançanı sevmirdim. Özdə belə bir mesaj, yenə bir dənə züldət də bizə. Belə qalmışdı. O kod o qədər pis təsir, beynimdə o kod qalıb da ki, yəni məndə görsən alətin səsi gəlmir. Yəni İnsan olmur. Getdi 5 ilin boş-boşuna getdi. Heç bir şey. Yəni simli alətlərin ümumiyyətlə denən nəsə yadımda qalıb. Yox, bir dənə do re mi fa-nı bilirəm, bəsimdir. Və burada bir dənə test texnikamızı da ötürüm. Texnikamız ondan ibarətdir ki, xanımlar, götürürsüz bir dənə qəşəng bir qab özünüzə aid. Gün ərzində, həftə ərzində, ay ərzində nələrin öhdəsindən gəlmisiniz? Yenə dediyimiz kimi, istənilən situasiyada, sağlamlıqda, fiziki aktivlikdə, özünüzlə bağlı əhsən mənə dediyiniz istənilən bir şey yazırsınız, qatlayıb atırsınız içinə. Hamısını səliqə ilə bükürsünüz, kvadrat şəklində atırsınız içinə. Və üstündən 2026 bitəndə bir dənə qəşəng açırsınız, tökürsünüz. Oxuya-oxuya gözləriniz dolub boşalır.
və deyirsiniz, əhsən mənə, bunları mən bacarmışam. İnanın çox möhtəşəmdir bu. Çünki biz unuduruq axı, unudan varlıqlarıq. Onların hamısı bizə bir mayak olur. Əvvəl məsəl üçün gücümüz tutaq ki 50 idisə, birdən-birə şarj olursan 80-ə, 100-ə qalxırsan. Anlayırsan, fərqinə varsan Və ki, mən nələr eləmişəm. 2027-yə elə başlayırsan ki, və yaxud da 2027 demək uzaq məsafədir, növbəti aya, Növbəti aya. digər aya. Bu çox əladır, idealdır. Siz də özünüzün oyanış şükürünüzü, oyanış şükranlığınızı rəy bölümündə yazın. Mütləq. Biz mütləq oxuyacağıq. Hətta videomuzu bəyənməyi və bu oyanış dalğasını dostlarınıza da göndərməyi. Super olar. Bəli, Əlbəttə. xahiş Sıralarımız edirik sizdən. artsın. Bəli xanımlar, sadəcə və sadəcə elə bir dövrdəyik ki, biz çalışmalıyıq keyfiyyətli kontentlərin sayını çoxaldaq. Tez-tez şikayətlənirik. Ətrafımızda nə qədər neqativlər var. Uşaqlarımızı kimə əmanət eləyək? Çox qorxulu dünyaya gəlmişik. Vallahi əmin olun ki, bu qorxulu dünyanı da siz yaradırsınız. Siz təbliğ edirsiniz. Sadə bir primitiv nümunəni çəkək. Hansısa keyfiyyətsiz kontentin aşağı hissəsinə yazdığınız rəylər həmin səhifənin daha da qabağa getməsinə səbəb olur. Daha kəşfiyyat deyək də müasirlə kəşfiyyata düşməsinə səbəb olur. Biz biraz keçmişi, gələcəyi sinxronizasiya eləyirik ki, hər bir şeydən götürdüklərimiz var. Müsbətlər və mənfilər özümüzə çıxartdığımız, yəni aramızda söhbət elədiyimiz ideyalarımız var ki, bunu təkcə bizim aramızda yox, bizim aramızda bunları eşitmək istəyən insanlara da ötürə bilək. Bəli, rəyləriniz çox vacibdir. İnsanlara ötürməyiniz, ola bilər elə bir fikriniz olar, ideyavız olar, yazın. Və bu arada YouTube kanalımızda, ümumiyyətlə bizim bu layihəmizdə aktiv olan və həqiqətən də özünə, gələcəyinə, həyatına yatırım etmək istəyən, yüksəlişini yaşamaq istəyən, böyük hədəflərə çatmaq istəyən xanımlara da çoxlu hər ayın sonu mükafatlarımız olacaq. Bundan gözəl necə ola bilər? Qalır yerdə dəyərləndirmək. Zülfiyə, aramızda oldu bu söhbətimiz. Əslində şükürlə bağlı o qədər şeylər danışmalıyıq ki, səncə müəyyən məsələlərini işıqlandıra bildik? Məncə ötürə bildik. Yəni Mənim həmişəki situasiyam nədir? Kaş bunu da deyərdik, hə? yox. Alındı səndə. Artığı daha çox olar. Məncə elə Anladım. yaxşı oldu ki, hər şeyi qısa da olsa ötürə bildik. Səncə xanımlarımız nələrsə götürə biləcəklər? Götürə Mən düşünürəm biləcəklər. ki, Bəli. möhkəm gedib bax bu sahəni, bu məsələni, bu hissəni çox güclü şəkildə hər gün həyatlarına tətbiq Tətbiq edəcəklər. Bir dənə səhv onu etməsinlər ki, 3 gün belə olub, 5 gün belə olmaq heç bir halda 90% yox, 10% tərəfində olanlardan olsunlar ki, o faiz göstəricisində dəyişməyə bacaraq biz. Bəli. Biz qadınlar həqiqətən güclüyük. Bu elə bilər bir yuxarı boğazdan yuxarı deyilən bir söz deyil. Özdə qadın da şükrandırsa, Eynən. nə baş verir? Qadın da şükrandırsa, bütün sistem, ailə, övladlar, Hər şey. yoldaş, ətraf, qonşu hər şey dəyişir. Şükür edən qadınların sayı çoxalsın, artsın. Cəmiyyətimiz şükranlıq enerjisində olsun ki, ruzimiz də bol olsun, torpaqlarımıza can gəlsin. Əkdiyimiz o Misir dövründəyi, yəni torpaqlara xüsusi olumlamalar, holavarlar var idi qədimdə. Holavar nə idi? Torpağı oxşayırdı. Bəli. Heyvanları oxşayırdı. Bunların hamısını unutmuşuq, amma yenidən xatırlatmağın zamanıdır. Öpürəm sizləri, hər birinizi uğurlar arzulayırıq sizlərə də. İnşallah podkastımızla bağlı fikirlərinizi rəy bölümündə yazarsınız. Mütləq takib edərsiniz. Takiblərimiz çoxaldıqca biz fərqli-fərqli layihələri həyata keçirməyə start verəcəyik. Öpürəm sizləri. Sağ olun.